sənə qulaq asır, məsələn, evində oturub, dini söhbətli qulaq asır. Elə düşünməsin ki, səbr ancaq dindarlara lazımdır. Səbir istənilən uğura çatmaq üçün lazımdır. Uğurlu həyat üçün lazımdır. Və Allah qismət eləsə biz danışıb bitirsək... Nə vaxt ürəyim sıxılır, açıb qulaq asıram ona. Bizim təsəvvür elədiyimizdən... Elə bil ürəyimin içini oxuyur. Nə mövzuda danışır, o mövzular məni elə narahat eləyir. Araşdırılmayıb. Mən də ilk dəfə səbr haqqında silsilə söhbət edirəm. İndiyəcən danışmamışam. Səbr bizim düşündüyümüzdən Allah rəhmət eləsin. dərin Amin. Deyirəm ki, Allah Teala belə yaxşı adamları necə tez aparır. Amma yenə də özü bilən məsləhət. Hər dəfə bala, istəyirəm sənə təskinlik vereyim. Deyəm ki, səbr elə, amma hara qədər onu bilmirəm. Səbr universal bir xüsusiyyət, hamıya lazım olan. Bir cəmiyyət ki, namaz... Heç mən özüm də bilmirəm, Minarə xala. Allah o qumar çıxaranın evin yıxsın.